2 noyabr 2025-ci il tarixində Göyçay rayonunun Aşağı Qaraməryam kəndində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Dəmirov Ədalət Nüsrət oğlunun şəhadətinin 5-ci il dönümü münasibəti ilə anım mərasimi keçirilib. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, məktəblilər və şəhidin yaxınları iştirak ediblər. Tədbir vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Qurani-Kərim ayələrinin oxunması ilə başlayıb. Çıxış edən natiqlər şəhid Ədalət Dəmirovun igidliyindən, mərdliyindən və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Ədalət Dəmirov 2021-ci il 9 noyabr Dövlət bayrağı günü dünyaya göz açıb. Elə bayraq uğrunda da mərdliklə vuruşaraq əbədiyyətə qovuşub. Orta təhsilini doğma kəndində bitirən Ədalət, ali təhsil almaq arzularından əvvəl vətən qarşısında borcunu yerinə yetirmək üçün 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edən Ədalət, Vətən müharibəsinin ilk günlərindən oktyabrın 5-də Füzuli istiqamətində döyüşlərə qatılıb və Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra Cəbrayılın azad olunmasına görə, Qubatlının azad olunmasına görə Vətən uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edilib. Anım tədbirində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. İştirakçılar şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Ədalət Dəmirov sakit təbiəti, zəhmətkeşliyi və tərbiyəsi ilə tanınan hər kəsin sevdiyi gənclərdən biri olub. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.